uşaqlarda bağırsaq infeksiyası zamanı Coca-Cola faydalı ola bilər. Bu sözləri məşhur Ukraynalı pediatr Yevgeniy Komarovskiy deyib. O valideynləri bağırsaq infeksiyasından əziyyət çəkən uşaqlara qulluq edərkən daha diqqətli olmağa çağırıb. Çıxışlarının birində mütəxəssis qeyd edib ki, hər evdə mütləq adi kola olmalıdır. Komarovskiy bildirib ki, ishal və qusma zamanı uşaqlar 2-3 gün ərzində yeməkdən imtina edir. Bu da onların həm maye, həm də enerji itirməsinə səbəb olur. Belə hallarda şəkərli, qazlı içki, yəni adi kola, enerji mənbəyi kimi müvəqqəti kömək göstərə bilər. Lakin həkim vurğulayıb ki, kola dərman deyil və onu yalnız xüsusi hallarda istifadə etmək lazımdır. Sağlam uşağa kola verməyə ehtiyac yoxdur. Əsas məsələ odur ki, uşağın vəziyyəti yaxşılaşan kimi kolanı dayandırmaq lazımdır. O həmçinin valideynləri xəstəlikdən sonra uşaqlara birdən-birə çox yemək verməməyə çağırıb. Uşağın iştahı qaydanda onu tədricən qidalandırmaq lazımdır. Onun fikrincə, ac qaldıqdan sonra birdən-birə çox yemək uşağın yenidən özünü pis hiss etməsinə səbəb ola bilər. Həkimin bu məsləhəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox valideyn isə bu qeyri-adi yanaşmaya maraq göstərib. Gözlərini yuvasından çıxaran gənc Ginnesin rekordlar kitabına düşdü. 28 yaşlı gənc unikal qabiliyyəti sayəsində gözlərini göz yuvalarından 1,88 sm qədər çıxara bilməsi ilə Ginnesin rekordlar kitabına daxil olub. İtaliyanın Milan şəhərində yaşayan Uruqvaylı Williams Martinin bu qabiliyyəti onda uşaqlıqdan var. Təxminən 8-9 yaşında olarkən o gözləri ətrafındakı əzələləri boşaldaraq gözlərini hədəqəsindən çıxara biləcəyini kəşf edib. Gözləri bu hala gətirmək görməyə zərərlidirmi? Sualın cavabını cərrah-oftalmoloq Leyda Kazımova verib. Qabarmış gözlər, buna oftalmologiyada egzoftalm deyilir. Egzoftalm də göz almalarının göz yuvalarından həddindən artıq önə çıxdığı bir vəziyyətdir. Əslində bu əhəmiyyətli ödem fonunda deməli gözün xarici əzələləri tərəfindən gözün görmə sinirinin sıxılması ilə müşahidə olunur. Göz almasının qabarması fonunda görmə sinirinin mexaniki uzanması və yer dəyişməsi və bu proses də tədricən təkrarlanırsa, əlbəttə ki, bu ətrafı toxumalarda iltihabi proseslə də müşahidə olunur. İntraorbital, yəni gözün özünün daxilində təzyiqin artması müşahidə olunur. Hansı ki, öz növbəsində görmə siniri daima təzyiq altında saxlayaraq sinir liflərinin, sinir hüceyrələrinin məhvinə səbəb olur və torlu qişəyə kifayət qədər qan tərkizatı, qan tədarükü pozulması müşahidə olduğuna görə kifayət qədər qidalanma baş vermir. Qidalanma tamamilə pozulmuş sayılır. Yuxarı göz venasının damarının sıxılması nəticəsində də əlbəttə orbitanın yumşaq toxumalarında da bu iltihabi proses davam edir. Bu prosesi vərdiş edən bir insan, o gözü qismən də bu prosesə, bu hərəkətlərə adaptasiya edən bir insan ola bilər ki, gənc yaşlarında ya ilk dövrdə hər hansı bir fəsadı hiss etməsin. Amma bu proses fizioloji olmadığına görə, normal olmadığına görə və göz əzələlərini, orbitanın təzyiqini yüksək, davamlı yüksək saxladığına görə əlbəttə ki, fəsadları da görmüş olacaq. Gözünü yuvasından çıxaran Williams isə yalnız dostlarını və təsadüfi yoldan keçənləri təəccübləndirməklə kifayətlənmir, həm də sosial şəbəkələrdə populyarlıq qazanır. Onun bu hərəkəti nümayiş etdirdiyi videolar minlərlə baxış toplayır və izləyicilər ondan bu qeyri-adi hərəkəti təkrarlamağını xahiş edir. Qida Təhlükəsizliyi Agentliyinin sədri vətəndaşları qəbul edəcək. Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu agentliyin inzibati binasında mayın 1-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilər. Görüşdə iştirak etmək istəyənlər elektron poçt vasitəsilə müraciət edə və ya 050 515 51 87 nömrəsinə zəng edə, həmçinin WhatsApp üzərindən əlaqə saxlaya bilərlər. Xatırladaq ki, sağlam qidalanma həyat keyfiyyətini artırmaq və xroniki xəstəliklərin qarşısını almaq üçün əsas amillərdəndir. Qidalanma vərdişlərinin yaxşılaşdırılması üçün fərdi qidalanma planları və mütəmadi həkim nəzarəti tövsiyə olunur.
Uşaqların peyvənd olunmasına niyə erkən yaşda başlanılır? Sualı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva səhiyyə.gov.az saytına verdiyi müsahibədə cavablandırıb. Afaq Əliyeva bildirib ki, uşaq doğulduqda onun immun sistemi bir çox mikroblara müqavimət göstərə bilir. Lakin onların arasında daha təhlükəli mikroblar var ki, uşaq onlara qarşı həssasdır. Peyvənd təqvimi elmi sübutlara əsaslanaraq tərtib olunub. Hər peyvəndin təqvimə uyğun yaşda vurulması çox vacibdir. Çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısı alınan təhlükəli xəstəliklərə məruz qalma riski olduqca yüksəkdir. Həmçinin bu yaş dövründə peyvəndləmə nəticəsində daha güclü immunitet yaranır. Buna görə də peyvəndlərin gecikdirilməsi uşaqların təhlükəli xəstəliklərə yoluxma riskini artırır. Gecikdirilmiş peyvəndləri müəyyən yaş həddinə qədər sonradan vurdurmaq olar. Lakin tez bir zamanda poliklinikaya müraciət edərək peyvəndləri etdirmək lazımdır deyə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini məlumatlandırıb. Göz ovuşdurmaq niyə xoşumuza gəlir? Alimlər bu vərdişin səbəblərini araşdıraraq maraqlı nəticəyə gəliblər. Gözləri ovuşdurmaq həm quruluğunu aradan qaldırır, həm də insanı sakitləşdirərək ürək döyüntülərinin tezliyini azaldır. Gözlərimiz gün ərzində monitor qarşısında çox qalmaqdan, kifayət qədər yatmamaqdan quruyur. Bu zaman gözləri ovuşdurmaq fiziki rahatlıq gətirir. Ovuşdurma zamanı gözlər daha çox nəmlənir və sinir uclarının stimullaşması nəticəsində ürəyin döyüntü tezliyi azalır. Səbəb isə gözlərimizdəki okulokardial refleks adlanan mexanizmdir. Göz bəbəyinə edilən təzyiq sinirlər vasitəsilə beynə siqnal göndərərək ürəyə daha yavaş döyünmə əmri verir. Bu isə insanı sakitləşdirir. Hətta bəzi masaj məktəblərində bu üsul relaksasiya texnikası kimi də istifadə olunur. Lakin həkimlər xəbərdarlıq edir. Gözləri tez-tez və yuyulmamış çirkli əl ilə ovuşdurmaq ciddi fəsadlara səbəb ola bilər. Xərçəngi göbələklə müalicə edəcəklər. Xərçəngə qarşı kimyaterapiyadan 40 dəfə daha effektiv yeni dərman hazırlanıb. Alimlər Çin təbabətində istifadə edilən Himalay göbələyindən alınan birləşmə əsasında yeni preparat hazırlayıb. Kimyəvi modifikasiya sayəsində dərmanın xərçəng hüceyrələri ilə mübarizədə effektivliyi 40 dəfə artıb. Başlanğıc birləşmə iltihab və xərçəng əleyhinə xüsusiyyətlərə malik olan, lakin qan dövranında tez parçalanan və şiş toxumasına nüfuz etməkdə çətinlik çəkən kardisepindir. Bu isə göbələyin tərkibində olan təbii maddədir. Newcana şirkətinin inkişaf etdirdiyi protoid texnologiyası isə maddələrin molekuluna xüsusi kimyəvi qruplar əlavə edərək onların qalıcılığını artırır və hüceyrələrə daşıyıcı zülallara ehtiyac olmadan daha asan daxil olmasına şərait yaradır. Bu da maddələrin orqanizmə daha tez və təsirli şəkildə nüfuz etməsini təmin edir. Xüsusilə də xərçəng müalicəsi kimi sahələrdə daha effektivdir. Nəticədə Nuke 7738 adlı karispedin ilkin maddə ilə müqayisədə 40 dəfə daha effektiv olub və yan təsirləri azaldıb. Hazırda bu dərman xərçəng xəstələrində sınaqdan keçirilir. Arıqlamağa kömək edən eksperimental gündəlik həb Ozempic kimi inyeksiyalara alternativ ola bilər. Mövcud arıqladan dərmanlar iynədir və bədənə yeridilir. Yeni həblər isə oraldır, yəni içilir. Dərmanı istehsal edən şirkətin yeni məlumatlarına görə gündə bir dəfə qəbul edilən eksperimental həb ikinci tip diabetli insanlarda çəki və qan şəkərinin səviyyəsini azaldır. Orforglipron adlanan dərman qlukagon bənzər peptid reseptor aqonistləri kimi tanınan insanların toxluq hiss etməsinə səbəb olan hormonu təqlid edən təsirli arıqlayan dərmanlar sinifinə aiddir. Daimi toyuq istehlakı mədə-bağırsaq xərçəngi yaradır. İtaliyanın Milli Gastroenterologiya İnstitutunun sağlamlıq tədqiqatçıları qrupu müntəzəm quş əti istehlakı ilə həzm sistemi xərçəngi arasında əlaqə tapıb. Nutrient jurnalında dərc olunan araşdırmada komanda 20 il ərzində İtaliyada yaşayan 4869 böyüklər üçün sağlamlıqla bağlı məlumatları təhlil edib. Əvvəlki tədqiqatlar göstərib ki, quş əti əsasən toyuq əti yemək zülal mənbəyi kimi qırmızı ət yeməkdən daha sağlamdır. Çünki
PCO ürək xəstəliyi və bəzi mədə-bağırsaq xərçəngi növlərinin inkişaf riskini aşağı salır. Ancaq indi bu son araşdırma göstərir ki, müntəzəm olaraq toyuq yemək mədə-bağırsaq xərçənginin müəyyən növləri və erkən ölümlə əlaqəli ola bilər. Bu tədqiqat üçün məlumatlar müsahibələr zamanı və tibbi müayinələr aparan tibb işçiləri tərəfindən toplanıb. Tədqiqatçılar həftədə 300 qram çox quş əti yeyən insanlar arasında mədə-bağırsaq xərçənginin, eləcə də bu xərçənglə bağlı erkən ölüm hallarının daha yüksək olduğunu aşkar edib. Onlar müəyyən edib ki, bu səviyyədə ölüm riski həftədə cəmi 100 qram və ya daha az quş əti yeyən insanlarla müqayisədə 27% yüksəkdir. Ofisdəki kofe aparatı sizin sağlamlığınıza necə zərər verir? İsveç alimlərinin yeni araşdırması göstərib ki, iş yerlərində istifadə olunan qəhvə aparatlarının əksəriyyətində xolesterin səviyyəsini artıran maddələrin yüksək miqdarı mövcuddur. Söhbət qəhvə dənələrində olan iki maddədən, kafestol və kahveoldan gedir. Uppsala Universitetinin tədqiqatçıları Chalmers Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində müxtəlif iş yerlərindəki istirahət otaqlarında yerləşən 14 qəhvə aparatından nümunələr götürüb və 5 fərqli qəhvə markasını istifadə edib. Mütəxəssislər işçilərə gündəlik qəhvə istehlakını azaldaraq və filtrasiya olunmuş qəhvə istifadə edərək ürək-damar xəstəlikləri riskini azalda biləcəklərini bildirib. Bu araşdırma iş yerində qəhvə istehlakının sağlamlıq üzərindəki təsirlərini daha yaxşı anlamağa və işçilərin daha sağlam seçimlər etməsinə kömək edə bilər. Spirtli içkilərin qəbulu yaddaş funksiyasını zəiflədir. Neurology jurnalında dərc edilən məqalədə həftədə 8 qədəhdən çox spirtli içki qəbul edənlərdə yaddaş, sağlam düşüncə və beyni qidalandıran arteriyalarının qalınlaşması halları müşahidə olunduğu deyilir. Nəticədə bu vəziyyət qanın axmasını çətinləşdirir və zamanla beyinə zərər verir. Yeni tədqiqatın nəticələrinə görə çox miqdarda spirtli içki qəbul edən insanların beyin zədələnməsi riski içki içməyənlərə müqayisədə 133% daha yüksəkdir. 1800-ə yaxın ölən insanın beyin yarılmaları təhlil olunub və Alzheimer xəstəliyi ilə əlaqəli tau dolaşıqları, damar zədələnmələri aşkar edilib. Keçmişdə çox içənlərdə bu risk 89%, orta səviyyədə içənlərdə isə 60% artıb. Həddindən artıq içki içənlərdə tau dolaşıqları riski 41% yüksəkdir və onlar orta hesabla içki içməyənlərdən 13 il əvvəl vəfat edib. Ağır spirt istehlakı orqanizmdə yaranan sağlamlıq problemləri və ölümlə əlaqəli əsas qlobal narahatlıq doğuran məsələlərdəndir. Araşdırmalarımız göstərir ki, çox miqdarda spirt istehlakı beyinə zərər verir. Bu da yaddaş və düşüncə problemlərinə səbəb olur deyə Braziliyanın São Paulo Tibb Məktəbinin aparıcı tədqiqatçısı Alberto Fernando bildirib. Son araşdırmalar göstərir ki, valideynləri arasında tez-tez və kəskin münaqişələrə şahid olan uşaqların beyin görüntüləri müharibə bölgələrində olan əskərlərin beyin fəaliyyətinə bənzəyir. Bu tapıntılar uşaqların beyin inkişafının yaşadıkları mühitin təsiri altında necə dəyişə biləcəyini və bu dəyişikliklərin uzun müddətli psixoloji nəticələrə səbəb ola biləcəyini ortaya qoyur. Böyük Britaniyada yerləşən uşaqlara və ailələrə psixi sağlamlıq dəstəyi göstərən Anna Freud mərkəzinin alimləri MRT görüntüləri vasitəsilə 40-dan çox uşağın beyin fəaliyyətini araşdırıb. Mütəxəssislər bildirib ki, ailə daxili yüksək gərginlik, zorakılıq və münaqişələr uşaqlarda travmatik təsir yaradaraq beyin inkişafına mənfi təsir göstərir. Belə mühitdə böyüyən uşaqlar xüsusilə qorxu, güvənsizlik və davamlı stres hissi ilə yaşadıkları üçün gələcəkdə emosional tənzimləmə və sağlam münasibət qurmaqda çətinlik çəkə bilər. Psixoloqların sözlərinə görə uşaqlar sözlərdən çox ətraf mühiti hiss edir. Sevgi və anlayışla dolu bir ailə atmosferi yaratmaq onların sağlam və uğurlu gələcəyə doğru atacağı addımlarda ən güclü açardır.